Danışır Təbriz, Azərbaycan Milli Hökumətinin səsi. Əziz eşidənlər, sevgili vətəndaşlar, siz bizim səsimizi Azərbaycanın paytaxtı Təbrizdən eşidirsiniz. İndi isə sizi Azərbaycan Milli Musiqi Orkestrasından bir mahnını eşitməyə dəvət edirəm. Danışır Təbriz. Əziz xalqımız, Baş nazir cənab Pişəvəri Millətlər İttifaqına Azərbaycan məsələsi haqqında müraciət etdi. Danışır Təbriz. Azərbaycan Milli Hökuməti Nümayəndələri Tehran ilə müzakirə üçün Tehrana gedir. Danışır Təbriz. Əziz eşidənlər, sevgili xalqımız. Bugün Qrov ayının 24-ü Azərbaycan Milli Hökuməti və firqəmiz Zəncan şəhərini boşaltmaq məcburiyyətində qaldı. Pəhləvi istibdadı qoşunları, mürtəcələr və xainlər hər tərəfdən vətənimiz Azərbaycana hücuma keçiblər. Qərbi istimari dövlətlərin və Tehran istibdadının savaş təyyarələri Azərbaycan göylərində qəhrəman fədailərimizə hücum edirlər. Mürtəcələr azadlığımızı istəmirlər. Danışır Təbriz, Azərbaycan Milli Hökumətinin səsi. Əziz eşidənlər, sevgili xalqımız, bugün günlərdən qanlı 21 Azər. Mürtəcələr və xalqımızın azadlığının düşmanları müzakirə edilib razılaşdığımız maddələrin belə üstündə durmadılar və qeyri-qanuni olaraq Azərbaycana hücum etdilər. Bəlkə bu bizim son verilişimiz olacaqdır. شنوندگان عزیز، صدای ما را از تبریز میشنوید. ارتش مظفر شاهنشاهی ایران آذربایجان را از اشغال تجزیه طلبان، متجاسرین و شورشیان طرفدار دول خارجی نجات داد. امروز روز نجات آذربایجان است و تجزیه طلبان و شورشیان به سختی مجازات شدند. در ادامه شما را دعوت می‌کنم که فرمایشات شاهنشاهی همایونی پهلوی را در مورد عملیات نجات آذربایجان با هم بشنویم. اگر به خاطر داشته باشیم، وزرای خارجه سه مملکت امریکا و روس و انگلستان در مسکو جمع شده بودند و یک راه حلی که برای وقایع آذربایجان پیشنهاد کرده بودند این بود که ایران به تمام مناطقی از مملکت خود که در اونجا احیانا یک نوع زبان محلی یا یک زبان به خصوصی صحبت میشد به اون مناطق خودمختاری بدهد. به خواست خداوند این پیشنهاد قبول نشد، ولی معجزه‌ای شد. باز به خواست خداوند در این راه توفیق پیدا شد.